Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Baxaq deməli bu sualımıza. Sualda deyir 5-ə bölünən, bütün rəqəmləri fərqli olan və bir-birinin yanında 2 cüt və ya 2 tək rəqəm olmayan neçə 6 rəqəmli onluq ədəd var. Deməli bizə 6 rəqəmli ədədlər lazımdır. Hansı ki onlar 5-ə bölünən olmalıdırlar və bütün rəqəmləri bir-birindən fərqli olmalıdırlar. Və həmçinin, məsəl üçün 2 cütdə, yəni 2 ilə 4 yan-yana gəlməsin və yaxud da nə bilim təklər 3 ilə 5 yan-yana gəlməsin və s. Ədədin içərisində belə bir hallar olmasın, yəni. Cütlər və ya təklər bir-birinin yanında olmasın. Öz yanında beləsinə deyək. Deməli, burada nəyə diqqət edirik? 6 rəqəmli deyir. 2, 3, 4, 5, 6 rəqəmli. Deməli bizim ədədimiz ya 0 ilə ya da ki 5 ilə qurtarmalıdır ki, bu 5-ə bölünən bir ədəd olsun. Düzdürmü? Bu öz yerində. İndi mən 0 ilə olanı burada hesablayacağam, 5 ilə olanı da ayrıca hesablayacağam. Deməli, bir də 5 ilə qurtara bilər. Elədir. Belə bir məqam var burada. Məsəl üçün ədəd ola bilər ki, təklə başlasın, sonu 0 ilə qurtarsın, düzdür? Və yaxud da cütlə başlasın, sonu 0 ilə qurtarsın. Və yaxud da ki, nə bilim, təklə başlasın, sonu təklə qurtarsın. Təklə idi, 5 ilə qurtarsın. Və yaxud da cütlə başlasın, sonu 5 ilə qurtarsın. Beləsinə bir ədədlər ola bilər, düzdürmü? Amma biz saya baxmalıyıq da. Yəni saya baxaq görək. 5 rəqəmli deyir, 6 rəqəmli deyir və bu mümkündürmü? Məsəl üçün, mən buradan cütlə başlasam, bura olsa tək, bura olsa cüt, bura olsa tək, bura cüt düşür. Düzdür, indi 0 nə cüt deyil, nə tək deyil, o başqa söhbətdir, mübahisədir. Bu kimi misallarda götürürük də cüt olaraq. Burada gəlib bunun ikisinin bir yerdə olması mümkün deyildir. Dedik ki, şərtdə bizə dedi ki, olmaz. Düzdür. Ona görə bu son 0 olanda mən təklə başlayanları hesablayacağım və salam. Deməli, təklə başlayanlar. 1, 3, ondan sonra 4 nə idi buraya yazdıq? 5, 7 və 9. İndi bütün rəqəmlər fərqli olmasını istəyirsə bizdən. Bura 3 yazmışamsa, bura 1, 3, 5, 7, 9 yazmışamsa, məsəl üçün, burada mən 3 istifadə edədimsə, bu mövqedə artıq 3 istifadə edə bilmərəm. Bura heç də bura cütləri qoyacam. Burada 3 istifadə edə bilmərəm. Deməli, burada məsəl üçün nə qalacaq? 1, deməli 5, 7 və 9. İndi burada məsəl üçün 5 istifadə edədimsə, burada artıq 5 istifadə edə bilməyəcəm. Bura qalacaq 1, 7 və 9. Düzdür, mən təklərlə işimi qutardım. Gəldik cütlərə. Deməli, bu hissədə mən istifadə edə bilərəm. 0, 2, 4, 6, 8. Amma 0 artıq burada olduğuna görə, bizdən də fərqli dediyinə görə 0-ı bura qoya bilməyəcəm. Ona görə 2, 4, 6 və 8 olacaq burada. Burada məsələn 2-ni istifadə edədimsə, deməli, burada 2-ni istifadə edə bilmərəm. Bura qoyacam neçə? 4, 6 və 8. Belə. Deməli, birincimiz neçə edir bu? 3 nə idi? 5 vurulsun. 4 vurulsun. 4 vurulsun. 3 vurulsun. 3 vurulsun 1. İndi bu aşağı baxaq da. Aşağıda da deməli, bu cütlə başlamalıdır. Niyə görə? Yenə bayaqki söhbət. Bu təklə başlasa, cüt, tək olsa, gəzik təkin yanında tək. Beləsinə bir hal demişdik, olmaz. Ona görə bu nə ilə başlamalıdır? Cütlə. Deməli, 2, 4, 6 və 8. 0 ilə ədədimiz başlaya bilməz. İkinci mövqeyə gəlirəm. Buradan ancaq nə olacaq? Təklər. 1, 3, 5 artıq burada var. Burada ola bilməz. 7 və 9. Gəldim bura. Məsəl üçün, burada 2-ni istifadə edədimsə, burada 2 icazə yoxdur. 0, 4, 6 və 8. Burada tutaq ki, 3 istifadə edim. Bura 1, 7, 9. Burada da məsələn 0 getdisə, bura 4, 6 və 8. Belə. Deməli, burada da 4 vurulsun. 4 vurulsun, 4 vurulsun, 3 vurulsun, 3. Niyə yaza bilmədim? Vurulsun 1. Belə. Deməli, 5 vurulsun. 4 vurulsun.
4 vurulsun 3 vurulsun 3. Bizə neçə verdi? 720. 4 vurulsun 4 vurulsun 4 vurulsun 3 vurulsun 3. Bizə neçə verdi? 576. Bunun da üzerine geldik 720'ni. Bize neçə verdi? 1296. Cevabımız burada ne oldu? A variantı. Ümid edirəm hər bir kəs üçün sual aydın olmuşdur. Yəni elə bir çətin sual deyil. Sadəcə biraz diqqət olmalı məqamlar var da bu içərilərdə. Beləsinə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videomu bəyənməyi unutmayın.